Fərid bəy, orada bir həm də başqa bir situasiya yaranır ki, insanlar belə fikirləşirlər ki, məsəl üçün də mən gedirəm və mənə orada yüksək maaş verməlidirlər. Amma mənim o bilik səviyyəm ona uyğun gəlmir. Düz demir, uyğun gəlmir. O deyir gəlir. Amma fakt götürəndə, yəni biz də indi bir əməkdaşlar işlədirik, bilirik də, yəni nədir götürürük ki, onda da görürsən ki, yəni okey, bunu səviyyəyə gətirənə kimi müəyyən bir vaxt gedir, resurs gedir. Həm də ki, özünüz bilirsiniz də bir sahibkar olaraq, yəni o nə qədər vergi yükləri də var hələ, hansı ki, sahibkarın üzərinə düşür. O sahibkar əlbəttə ki, istəyər onu çox versin. Yəni özündə saxlasın, adamlar getməsin də yanından, təbii ki, maaş. Amma vəziyyət elədir ki, indi ölkədə vəziyyət elədir ki, böyük şirkətin də vergi yükü eynidir, kiçik belə deyim də, kiçik şirkətin də, kiçik mikro biznesin də eyni yükü var, eyni vergi yükü var. Yəni burada bu mən bilən disbalans mən bilən oradan başlayır. Başlayır ki, bu insanlar da düzdür, bir tərəfdən mən sizinlə razıyam. İnsanların öz təhsilinə, öz biliyinə pul qoymaq istəmirlər. İstəyirlər, siz demiş, hazıra nazir gəlsinlər. Həm də ki, ikinci bir məsələ də mən belə başa düşdüm sizin dediyinizdən ki, ayaqlarını yorğanlarına görə uzatmırlar. Birdən-birə 500 manatlıq maaş alır, 3000 manatlıq telefon istəyir, yəni o da düz gəlmir. İnsan özünə, həqiqətən öz biliyinə sərmayə qoymalıdır. Başqa nəyə sərmayə qoya bilər ki, məsəl üçün də gələcəyini sığortalasın da, belə deyim. Mən sərmayələrlə bağlı məsləhət verməyi sevmirəm, çünki özüm investor deyiləm də, yəni trader deyiləm, özüm üçün nəsə eləyirəm, amma sırf bu mənim üçündür, mənim risk tolerantlığım var, mənim ailə quruluşum var, mənim öz aylıq xərclərim var, mən bunları nəzərə alırıq. Sadə insanlardan mən əminliklə nəsə etmək lazımdır, əminliklə maliyyə savadlığı əldə etmək lazımdır. Bazı kitablar var, Intelligent Investor'dır, ümumiyyətlə bu tipli investisiyadan bağlı çoxlu özünü savadlandırmaq lazımdır və bunu əslində məktəbdən başlamaq lazımdır. Bizim məktəb sistemini götürsək, mən Sovet dönəmində məktəbi oxumağa başlamışam, müstəqil Azərbaycanda artıq bitirmişəm. Və indiki uşaqlara baxıram və prinsipcə eyni şeyi öyrənirlər. Baxmayaraq ki, bizim aramızda 2 dənə nəsil fərq var artıq, amma onlar eyni sistem üzərinə gedirlər, eyni şeyləri öyrənirlər. Mən sual verirəm, sizə satış bacarıqlarını öyrədirlər məktəbdə. Ən vacib bacarıqlardan biridir. Əsas məsələ. Sizə iqtisadiyyatı, maliyyə göstəricilərin analizini öyrədirlər. 11-ci sinifə loqaritm keçməkdənsə, mən deyirəm, xalis mənfəətin hesablanması, şirkətin maliyyə analizini keçin, iqtisadi göstəricilərin analizini keçin də, 40 qat daha maraqlı fənlərdir də. Deyirəm, sizə hekayə quruculuğu keçirlərmi? Çünki bu çox vacib, kommunikasiya bacarıqları çox vacibdir bu dünyada. Sizə hekayə quruculuğu keçirlərmi? Yəni ki, sizin bir ideyanız var, siz bu ideyanı hansı formada təsvir etməlisiniz ki, insanlara buna xoş olsun və sizə inansınlar. Bu fənni keçirsinizmi? Deyirəm, neçə il yenə də keçməlidir ki, biz bazı tələb olunan çox vacib bacarıqları uşaqlara keçək. İndi az qala 12 ilə gəlib çatdırmaq istəyirlər bu məktəb dövrünü. Və mən anlamıram, siz 12 ildə nə öyrədəcəksiniz uşaqlara? Özü ümumiyyətlə indi belə bir dövr gəlir ki, bir çox şeyləri süni intellekt edəcəkdir. Sən telefonuna deyəcəksən, bir də şəklini çəkəcəksən, bunu mənə həll elə, telefonun həll edib səni verəcəkdir. Çox adamları belə işsiz qoyur. Amma siz oturursunuz, 21-ci əsrin 25-ci, artıq 26-cı ilə gelibdir. Oturursunuz və sonra şikayətlənirik ki, bu uşaqlar hazırlıqsız çıxır. 11 il orada itirirlər məktəbdə. Sonra 4 il girirlər, bakalavr oxuyurlar. Ağılsızlıqdır 4 il bakalavrda oxumaqdır. Bakalavr 2 ildən çox olmamalıdır. Bakalavrda sən nə verəcəksən uşaqlara? Amerikanı götür, onlar çox, ya da mən maliyyə konsaltingində işləyirəm. Onların 2 dənə beynəlxalq akreditasiyası var. ACCA, əgər mühasibsənsə, ya da CFA, Chartered Financial Analyst, əgər maliyyəçisənsə. Sən bunların ikisini il yarımı bitirə bilərsən və Avropada və Amerika bu bakalavr səviyyəsinə tanınan diplomdur.
Sən elə 1 il yarımı oraya sərf elə, konkret olaraq maliyyə, mühasibatı bilikləri nədir? O bakalavrın hazırdır. Siz niyə görə 4 il uşaqların vaxtını itirirsiniz? Özü ilk ili yenə də gic fənlər, ali riyaziyyat, fizika, mən nə bilim iqtisadiyyata giriş, hamı ümumi bla bla bladır. Ümumi biliklər verirlər də. Olmazmı ki, siz məktəbi 10 il eləyəsiniz və 5 yaşından başlayasınız məktəbə? Uşaqlar 15 yaşında bitirsinlər məktəbi və orada çox praktiki biliklər, iqtisadiyyat, hekayə-quruculuq, satış, prezentasiya bacarıqları falan, onları 10 il ərzində verirsən. İnformasiya texnologiya, süni intellektdən istifadə falan hamısı onun içində olmalıdır. 2 il sonra bakalavr oxuyurlar, spesifik öz sahəsi üçün ixtisaslaşmış proqram, 1 ildə magistrdir. Düz hazır mütəxəssis yetişir. 18 yaşında onlar çıxsınlar, işləməyə başlasınlar da. Və sən ən gözəl vaxt odur da. Sən onları oxutdurursan az qala 23, 24, 25 yaşına qədər. Bu insanlar nə vaxt pul qazanmalıdır ondan sonra ailə qurmalıdır. Sən sonra ailə qurandan sonra 60 yaşına kimi çoxlu işləməlidir ki, sonra keyf eləyə bilsin də. Sən vaxtı çəkində biraz qabağa da. Dünya elə templərlə gedir ki, niyə görə vaxt itirirsən? Niyə görə 7-8 ilini boş-boşuna verirlər uşaqlar oxuyaraq? Birincisi, bioloji olaraq prime vaxtı gedir də. Qadınların prime vaxtı 18 yaşına, 25 yaşına kimidir. Nə vaxt ki, onlar ən cəlb edicidirlər, yaxşı uşaq dünyaya gətirə bilərlər. Sən onları 18 yaşından ali təhsilini bitir, onlar işləməyə başlasınlar, 22-23 yaşında artıq normal bir gəlirləri olsun, ailə qursunlar və davam etsinlər. Təbii sistemin onları 30 yaşına kimi gətirir. 30 yaşından sonra artıq bioloji olaraq çətindir. Digər bütün şeylər, artıq Down sindromu ehtimalı çoxalır uşaqlarda, digər xəstəliklər, yəni biologiyaya qarşı gedə bilmirik və həmçinin təkamülə də qarşı gedə bilmirik. Dünya o qədər qabağa gedibdir ki, bizim təhsil sistemimiz bu ilə nə edəcəkdir, mən bilmirəm. Bu rifah qatarı artıq işıq sürəti ilə gedir. Biz isə hələ peronda oturmuşuq, gözləyirik ki, biz nə vaxt gedib o qatara minəcəyik. Yavaş-yavaş onun arxasıca belə gedirik ki, biz gedib çataq. Amma təəssüf olsun ki, mən yenə də bu cəsarəti görmürəm. Təhsil sistemində, əmək sistemində, misal üçün biz Azərbaycanlıları hələ əmək sistemini götürək də, deyələ təhsil bərbad gündədir də. Tamamilə bugünkü reallıqlar uyğunlaşmayandır da. Heç kimə 11-12 il məktəbdə oxumaq lazım deyil. Heç kimə 4 il bakalavr lazım deyil. Heç kimə 1 illik magistr lazım deyil. Yəni ki, bütün bilikləri qat-qat tez şəkildə, daha keyfiyyətli şəkildə əldə etmək olar. Amma gəlin bizə baxaq da, biz Azərbaycan olaraq kasıb ölkəyik, balaca bir iqtisadiyyatımız var. Amma çoxlu bayramlarımız var. Bizim əmək, mən sahibkar kimi demirəm, mən istərdim ki, insanlar dincəlsin, amma mən istərdim ki, insanlar çoxlu pul olarkən dincəlsinlər də. Sən 500 manat məhsul istehsal etməkdən necə dincələcəksən də bu dünyada? Hara gedir, uşaqlarını aparacaqsan Parisə gəzməyə, yoxsa mən İbitsəyə gedəcəksiniz, yoxsa Maldivə gedəcəksiniz, hara gedəcəksiniz dincəlməyə? Əslində onlar, məsəl üçün, dövlətdə bir dəqiqə işləyənlər çoxdur deyə onlara sərf eləyir o elə. Amma bu sahibkarlar bundan çox əziyyət çəkir.